Salam değerli izləyicilərim. Bugün mən sizə Kürdaxanıda əsas yoldan 20-25 metr məsafədə yerləşən belə bir gözəl ev təqdim etməyə gəldim. Evimiz həqiqətən çox gözəldir. Elə bağ evi kimi də yaşamaq üçün də əla evdir. 6 sotdadır, sənəd paket kupçadır, ipotekaya tam yararlıdır. Evin həyətində obyekt də var. Meyvə ağaçları, sonra üzüm çardağı. Belə yəni həyətə girəndə adamın ürəyi açılır həqiqətən. Polnu təmirlidir. Gəl buranı çək qızım bax. Evin görürsüz yan tərəfi. Sonra gəlindi belə. Belə həyəti götürür. Orada əldamı obyekt. Bax gördüyünüz kimi ora obyektdir. Ora əldamıdır. O su çəni elə belə evzə üçün qoyulubdur, zapas qoyulubdur. Yəni burada qaz, su, işıq var və fasiləsiz verilir. Sonra həyətdə oturmağa belə gözəl besekdə kimi üzüm çardağı. Evə girəndə doğru mən indi vaxt elədim. Məsələn, vasitəçi kimi çox evlərdə olmuşam. Amma bu evə girəndə adamın həqiqətən ürəyi açılır. Gəl bu evin bu üst tərəfini çək qızım. Evin bax bu tərəfində də yenə geniş yeri var. Buradan belə zirzəmiyə görürsünüz belə keçidlər. Artıq əşyaları qoymağa. Çox getmir, gəl bəli. Gəlin əvvəlcə indi evin zirzəmisindən tanış olaq. Görün, burada harada yanır işıq. Qoyacaq qızım. Deməli, bura quru ərazidir, yəni nəmişlik olan yer deyil. Burada görürsünüz, içəridə də yenə polkalar zat belə, meyvə saxla, bankalar yığ, çox qəşəngdir. Yəni, evi podvalında rahat gəzmək olur. Ayaq üstə gəzmək olur. Bankaları çəkmir, cəmaatın ağzı. Gəl indi, keçək yuxarı. Ya Allah. Evimiz dediyim kimi ipotekaya yararlıdır. Əsas marşrut yolundan çox yaxındır. Deməli, istifoldu yer. Dəhlizdə gördüyünüz kimi belə geniş. Deməli, bura dəhlizidir. O başda yəqin ki, bura sanitar qovşaqdır. Onu sonra göstərərik. Keçək içəri olur. Bura. Bura koridorda demək olar. Bura zalda demək olar. Görürsünüz, bura mətbəxli. Geniş mətbəxi var. Mətbəx mebeli. Sonra gəlib bura. Bir otaq. Otaqlar da maşallah olsun geniş-genişdir. Sonra giririk zal. Otaqlar maşallah elə geniş olanda zal da bu qədər olacaq da. Maşallah burada əməlli başlı bir dənə nişan eləmək olar. Bura yataq otağı. Burada geniş. Maşallah. Bura bilirsiniz şəxsi ev olduğu üçün hamısı genişdir otaqların. Baxırsan hamısı elə bilirsən zaldır. Maşallah olsun. Çox geniş, qəşəng evdir. Yəni həqiqətən o qiymətə dəyər. Çox keyfiyyətlə inşa olunmuş evdir. Burada bir yataq otağı. Otaqların sayı ucu yadımdan çıxdı. Yəni gördüyünüz kimi 6 otaq. Aha. Bu zal da vəbşə ləzzət elədi mənə, çox böyükdür. Qiymət deməli 130.000 manata deyilir. Öyle yeri çaşdı. 130.000 manada deyilir. Yəqin ki aşağı yeri olacaq. Gel buradaki sanitar qovşağı sana seyirci çəkək. Çox səliqəli, çox qəşəng evdir. Deməli, gel bura hamam, tualet burada bir yerdədir. Genişdir, qəşəng içərisi. Sonra buranı çək. İstilik sistemi kombidir. Timit qazı da var.
sənəd paket kupçadır, ipotekaya tam yararlıdır, qiymətdə endirim olacaq. Əsas yola da hardasa 20-25 metr məsafədədir.